Salam, mən Rauf Kazımov, həkim uroloq. Bugünkü mövzumuz kişiləri tez-tez narahat edən bir mövzu – spermada qanın olması, başqa sözlə hematospermiya barəsindədir. Xatırladım ki, söylənilən durum aşağıdakı hallarda özünü büruzə verir. Ən birinci yerdə kişi cinsiyyət sisteminin onkoloji prosesləri təsnif olunur. Ancaq bu rast gəlməsinə görə ən az rast gəlinəndir. Sadəcə olaraq spermada qan olan durumda ilkin olaraq onkoloji prosesləri istisna etməliyik. Adətən bu hansı orqanlarda proses gedəndə spermada qan olur? Sperma istehsal olunan xaya və yerdə qalan spermanın keçdiyi yollar boyunca istənilən bir kişi reproduktiv sisteminə aid orqanın onkoloji prosesində spermada qan ola bilir. Növbəti təsnifatda yeri iltihab tutur. İltihab söylənilən orqanların hər hansı birində baş verirsə, spermada qan ola bilir. Təsnifatda üçüncü yeri herpes tutur. Herpes adətən toxum kisəciklərinin selikli qişasında ilişir və oradakı törətdiyi proses fonunda spermada qan ola bilir. Daha sonraki yeri isə kişi cinsiyyət sisteminin hər hansı bir üzvündə ola biləcək vərəm prosesidir. Və nəhayət sonuncu yer spermatoksikozdur. Başqa sözlə desək, əgər kişi orqanizmindən sperma çox gec-gec hallarda çıxardılırsa, bu halda həmin spermanın orqanizmdə qalması fonunda spermada qan ola bilər və ən çox rast gəlinən səbəbi spermada qanın olmasının məhz spermatoksikozdur.